Hər vaxtınız xeyir dostlar. Sizinlə əvəzliklə bağlı bir neçə əlavə qeydlər bölüşmək istəyirəm. Quantifiers dərsini keçəndə qeyd eləmişdim ki, əvəzliyi ümumi şəkildə bitirək. Sizin üçün qeyd edəcəm ki, hansılarından sonra mütləq cəm isim gələ bilər, hansılarından sonra yalnız sayılan tək isim gəlməlidir, hansılardan sonra yalnız sayılmayan isim gələ bilər və eyni zamanda hansılardan sonra həm cəm isim gələ bilər, həm də deməli sayılmayan isim gələ bilər. İndi onları sistemli şəkildə yazın bura. Siz də öz qeydlərinizi götürün və ona uyğun şəkildə öyrənin. Qəbul imtahana da hazırlaşarkən, yəni ümumiyyətlə testləri edərkən, imtahana da qabağınıza çıxdığı zaman rahat şəkildə cavablaya biləsiniz. Gəlin başlayaq. Deməli ilk qrupdan. Birinci qrupumuz ancaq cəm isimdən istifadə olunanlardır. Bura aiddir hansılar? Təbii ki, hər birimizin bildiyi ən məşhurlardan few, a few, many. Sonra qeyd edə bilərik both, a good many və a great many. Bunlardan sonra gəlməlidir mütləq şəkildə cəm isim və xəbərim də nədə olmalıdır? Cəmdə olmalıdır. Bu mənim birinci qrupum. Yəni yalnız cəmlərin demək istifadə olunanlar. Cümlədə few, a few, many və yaxud da bunları gördüm, mütləq özündən sonra cəm isim gətirməlidir. Digər qrup nədir? Yalnız sayılmayan isimlərlə istifadə olunanlar. Bunlar hansılardır? Little, a little, much, daha sonra a great deal of, a small amount of, a large amount of. Deməli, bunlardan sonra gəlir mütləq sayılmayan isim. Yəni, nə cəm isim gələ bilər, nə də sayılan tək isim. Və xəbər nədə olmalıdır? Xəbəri mütləq şəkildə təkdə istifadə olunmalıdır. İndi bunu bildik. Gəlin baxaq. Sayılan tək isimlərin istifadə olunanlar. Onlar hansılardır? Each, every, one, another, either və neither. Neither həm də nə idi? İnkar əvəzliyimi idi. İşləndiyi cümləni inkara çevirir və gətirən ikinci bir inkar qəbul etmir. Qeyd edək burada sayılan tək isim və xəbər də təbii ki, təkdə olmalıdır. Bir məqamda yadda saxlayın dostlar, bunlardan everydən sonra of gətirən istifadə oluna bilməz, amma digərlərindən sonra of gəlir. Yəni içdən, one-dan, another-dan, either-dan, neither-dan sonra of gəlir. Artıq orada isim tək yox, cəm olmalıdır. Yəni of gələndə isim cəm olur və qabağında təyin edici istifadə edirik. Xəbər isə yenə nədə olacaq? Təkdə olacaq. Deməli, bunlardan sonra of gəlsə və xəbər ismim cəmdə belə olsa, xəbərim təkdə olmalıdır. Bir də burada qeyd edə bilərik ki, hər ikisi ilə, yəni həm sayılmayan isimdən, həm də cəm isimdən istifadə olunanlar hansılardır? Almost all, sadəcə all, some, more, most, a lot of, lots of və birini də buraya yazaq, plenty of. Bunlardan sonra isə bir, cəm isim gələ bilər. 2, sayıla bilməyən isim. Sayıla bilməyən, yəni sayılmayan, sayıla bilməyən isim. Və yadda saxlayıram, əgər ki almost all, some, more, most, a lot of, lots of, plenty of bunlardan sonra cəm isim gəlibdirsə, xəbəri cəmdə olur. Sayılmayan isim gəlibsə, xəbəri təkdə olmalıdır. Bunları yaxşıca yadda saxlayırsınız. Yəni necə mən konspektləşdirdim sizin üçün. Siz də onu qeydlər şəklində yazın, beyninizdə konspektləşdirin. Tutaq ki, bunlardan sonra yalnız cəm isim gələ bilər. Tutaq ki, bunlardan sonra yalnız sayılmayan isim gələ bilər, yalnız sayılan tək isim gələ bilər bu formada. Çünki testləri işləyərkən həqiqətən sizin köməyinizə gəlmiş olacaq. İndi buranı silin, bir-iki dənə də qeyd yazın. Onunla da bu hissəni də yekunlaşdıraq. İndi isə onu qeyd etmək istəyirəm ki, bəzən ola bilər testlərdə
bizə biz cümlədə daha doğrusu 2 dənə əşya yoxsa 2 dənə şəxs görək. Belə başqa cürə desək, cümlədə 2 şəxs və əşya haqqında söhbət gedə bilər, məlumat verilə bilər. Bu zaman mən hansı əvəzləri götürə bilərəm? Yadda saxlayın. Əgər 2 şəxsdən, 2 əşyadan söhbət gedirsə, bu zaman qeyd edəcəyim bu 3 əvəzliyi götürürük. Birincisi was götürmək olar. İkincisi either. Üçüncüsü isə neither. Yəni bunlardan birini götürə bilirik. Təbii ki, both hər ikisi deməkdir. Either ikisindən biri, neither isə nə deməkdir dostlar? Heç biri, ikisindən heç biri mənasına gəlir. Belə bir cümlə yazaq. Məsələn, would you like coffee or tea? Yəni sən kofe yoxsa çay istərdin? Yəni hansı birini istəyərdin? Belə bir cümlə verin. Baxın, 2 dənə belə desək, nəsnədən və ya əşyadan söhbət gedir. Əşya demək də içkidən söhbət gedir. Və mən cavab verə bilərəm ona bir bothla. Məsələn, baxın. I'll drink both. Yəni mən hər ikisini içəcəm və yaxud da I'll drink either. Yəni mən ikisindən birini içəcəm mənasına gəlir və yaxud da I'll drink neither şəklində yaza bilər. Yəni mən heç birini içməyəcəm. Bu formada qeyd etmək olar. Bunu da bilmiş olduq. İndi isə növbəti bir qeydimizi yazmaq istəyirəm sizin üçün. Bu hissəni silim. O da əvəzliklərlə bağlı vacib qeydlərdən biridir. Hansı ki, 1-2 əvəzliyimiz var ki, onlar həm məsələn şəxs əvəzliyi ola bilər, həm obyekt əvəzliyi ola bilər, həm yerli əvəzliyi ola bilər, həm obyekt əvəzliyi ola bilər. Bu nüanslara diqqətli oluruq. Hansılardır? Baxın dostlar. Məsələn, ta ki it həm şəxs əvəzliyi olur. Həm də nə ola bilər? Obyekt əvəzliyi. Sonra ta ki you-nu biz götürsək, you həm şəxs əvəzliyi olur, həm də obyekt əvəzliyi. Və yaxud da her. Her həm bizim üçün isimli yerli əvəzliyidir. Yəni özündən sonra isim gətirir. Artıq biz bunu öyrənmişik. İsimli yerlik əvəzliyi. Bir də ola bilər obyekt əvəzliyi. Qadın cinsini əvəz edən obyekt əvəzliyi. Sonra hizə baxaq bir də. His özündən sonra bir, belə deyək, isim tələb edən yerli əvəzliyi ola bilər. Yəni isimli yerli əvəzliyi. Bir də isimsiz yerli əvəzliyi ola bilər. İsimsiz yerlik əvəzliyi. Təbii ki, bunlar da cümlədə işlənmə yerinə görə deməli istifadə olunur. Məsələn, ta ki it cümlənin əvvəlində gəlibdirsə, mübtədanın yerində istifadə olunubsa, olur şəxs əvəzliyi. Feildən sonra gəlibsə, təbii ki, obyekt əvəzliyi olacaq. You da eyni ilə cümlənin əvvəlində gəlibdirsə, olur şəxs əvəzliyi. Cümlənin sonunda gəlibsə, yəni xəbərdən sonra gəlibsə, olur obyekt əvəzliyi mənim üçün. Herdən sonra isim gəlirsə, olur isimli yerli əvəzliyi və yaxud da aslı yerli əvəzliyi və yaxud da xəbərdən sonra gəlibsə, olur obyekt əvəzliyi. His özündən sonra isim götürürsə, olur isimli yerli əvəzliyi. Yəni bu cümlənin kontekstindən asılıdır. Əgər deməli isim tələb etmirsə, yəni cümlədə belə deyək də isim qoya bilmirəmsə, yenə də hizi götürə bilərəm. Olacaq artıq müstəqil yerli əvəzliyi və yaxud da özündən sonra isim tələb etməyən yerli əvəzliyi kimi. Məsələn, bu iki cümləyə baxaq. Belə bir şey yazmaq istəyirəm. You wanted to buy a book. Bir də belə bir şey yazaq. She talked to you. Diqqətli olun dostlar. Baxın, you birincidə cümlənin əvvəlində gəlib, yəni xəbərdən əvvəl gəlib, olub mənim şəxs əvəzliyim. Amma ikinci cümləmdə xəbərdən sonra gəlib, nə olub? Obyekt əvəzliyi. Yəni cümlədə işlənmə yerinə görə dəyişirlər. Belə daha bir demək qeydlərimizin sonuna gəlib çıxdıq. Bunları yaxşıca öyrənirsiniz. Sizə çox kömək olacaq testləri işləyərkən. Sağ olun, salamat qalın. Nə sualınız, sözünüz varsa müraciət etməyi unutmayın.